bütün dünya Epsteinlə danışır. Mən burada bir paralel müqayisə aparmaq istəyirəm. Bu zaten bu artıq əsrlərdir davam edir anlayan insanlar üçün. Allahın sonuncu elçisi Muhammed sallallahu aleyhi və səlləmə bu elçilik Allah tərəfindən veriləndən sonra bütün dünya birləşdi, bütün dinlər, bütün əqidələr İslam'a qarşı savaşmaq. Xristianlarla həmən o dönəm yahudilər, bütpərəstlər, bir-birlərinə nifrət edən, bir-birlərini əsrlərdə qıran xristianlar, yahudilər, bütpərəstlər birləşdilər müsəlmanlara qarşı. Yadınızdadır, Sasani, Bizans, bir-birini qıran Sasani ilə Bizans, İslam dövləti yaranan kimi müşrik Sasani ilə Nəsrani, Xristian, Bizans birləşdilər İslam'a qarşı. Amma Allahın izi ilə məğlub oldular İslamın qarşısında. Və indi də 21-ci əsrdə bu savaş davam edir. Yəni biz 20-ci son 200-300 ildə müsəlman sivilizasiyasının çöküşü başladı və bu da müsəlmanların özlərinin səhvi oldu. Müsəlmanlar da müasiri və sair adından uyaraq o cür təbliğata, qərbdən gələn o köləyə öz dinindən qopmağa başladılar. Euforiya qapıldılar. Bu həyat sevgisi onlara çox gözəl gəldi və İslam postulatlarından geri çəkildikcə mövqələrini itirməyə başladılar. Və son İslam xilafəti Osmanlının pis yaxşı bir xilafət var idi. Pis yaxşı. Yenə deyirəm, mən Osmanlını mələkləşdirmək. Amma bir xilafət idi pis yaxşı müsəlmanların birləşdirdi və o xilafətin ərazisində olmayan müsəlmanlarla əksəriyyətdə 90% xəlif kimi Osmanlını qəbul edirdilər. Bir çətir idi. O dağılandan sonra ümumiyyətlə müsəlman ərazilərə bir naotqup verildi. Yəni ki, kafirlərə və kafirlər gördülər ki, müsəlmanları belə tam həmişə müstəmləkə olaraq saxlaya bilməyəcəklər işğal altında. Ordularını çəkdilər, amma öz hakimiyyətlərini qoydular oraya və 90%, 95% hal-hazırda müsəlman ölkələrə məsələn həmən o müstəmləkə dövrünün təyin etdiyi liderlər və onlarla olan davamçılarla olan evlatlarla fərq etmə. O siyasət davam edir. Müsəlman ölkələri yenə müstəqildir. 1-2 müsəlman ölkəsi çıxmaq şərti ilə. Və bu savaş davam edir, yəni İslam'a qarşı. Yenə hamı birləşib. Xristian dünyası, yahudilər və yahudilərlə xristianlar görün. Bunlar əsrlərdə bir-birlərinə nifrət edən iki gördür. Xristianlar həmişə yahudiləri qırıb və həmişə Avropada yahudiləri xilas edən müsəlmanlar olub və yaxud yahudilər qaçıb müsəlman ölkələrinə sığınıblar. Müsəlmanların yahudilərlə işi olmayıb. Heç xristianlarla da işi olmayıb. Rahat şəkildə müsəlman dövlətlərinə fərq etməyərək, istər bizim birinci İslam dövləti olan, onun rəhbəri olan bizim əfəndimiz, bizim ümummilli liderimiz, bizim rəhbərimiz Muhammed sallallahu aleyhi və səlləm onun dövründən tutmuş, ta bütün o dövrlərə, müsəlman dövrlərin 4 rəşidi xəlifəni götürək və ondan sonraki dövrlər həmişə müsəlman xilafətlərində, dövlətlərində, xanlıqlarında, ərazilərində bütün dinlər rahat şəkildə öz həyatını sürür və onların heç keçini müsəlmanların işi olmaz. Amma müsəlmanların təbii ki, eyni, məsəl üçün, həmən dövrdə, eyni şərtlər altında Çində və yaxud Avropada rahat şəkildə dinini yaşaya bilərlər? Təbii ki, yox. Ümumiyyətlə, müsəlmanlar orada yox idi. Qalan müsəlmanlar da qılıncdan keçirmişlər ya da sürgün edib qovlamışlar. Qaçan qaçmışdı, qaçmayan da qılıncdan keçmişdi. Yəni deməyim nə? Amma indi baxın, amma əsrlərdə bir-birlərinə savaşanlar indi İslam gələndə birləşirlər. Məsələn, Yahudi də, Xristian da, bütpərəst də, agnostik də, deist də, ateist də, hamısı birləşir. Baxın, Myanmarda bir bütpərəst ölkədir. Kimi qırırlar? Müsəlmanı qırırlar. Çin rəsmi kommunist ölkədir. Ateist. Kimi qırırlar? Uyğur müsəlmanları qırırlar. Avropada böyük bir islamofob dalğası. Müsəlman coğrafiyasında savaşlar, demokratiya şüarları altında müsəlman ölkələri işğal etmək əsasında onların neftlərinə sahib çıxmaq üçün, təbii sərvətlərinə sahib çıxmaq. Kimlər? Müsəlmanlar. Eyni şərtdə Venezuelaya da bir bomba atsınlar. Düzdür, prezidentlərini oğladılar, nə olsun? Venezuelada yenə həmən hakimiyyət durur. Bomba atsınlar da, bir yana güllə atsınlar da atmayacaq. Çünki Venezuela onların özünküdür. Özünkünü qırmazlar. Ancaq kimi qırarlar? Müsəlmanı qırarlar. Və müsəlmana qarşı və müsəlman da son 200 ildə zəif dönəmidir. Bundan istifadə edirlər və müsəlman ölkələrində bu dalğa başlayır. Müsəlmanlar geridə qalır. Gedək qərb. Qərbdə də Epsteyndir. Və qərb budur. Bu başlayır Roma sivilizasiyasından. Bu Epsteyn hindi deyil. Həmişə qərb belə olub. Sezarların dövründə də belə olub. Kaligulaların dövründə də belə olub. Drakulaların dövründə də belə olub. Kralların dövründə də belə olub, çarların dövründə də belə olub, həmişə belə olub. Ateist,
gedonist, nə bilim, öz şəhvəti də boğulan və sonra məhv olan olub. Roma imperiyasını nə məhv elədi? Roma imperiyasını nə Attila məhv eləyə bildi, nə Qanibal məhv eləyə bildi, nə German tayfaları məhv eləyə bildi. Roma imperiyası nə Spartak məhv eləyə bildi. Roma imperiyası içindən, daxildən çöktü. Gedonizm məhv elədi. Elə də bu qərb sivilizasiyasına. O vaxtda Romalılar, barbar sözü hardan gəlib? Romalıların ifadəsidir. Digər kənarda yaşayanlara barbar deyirlər. Sən demə özləri sivilizasiya idilər, amma bu məsəl üçün German tayfaları barbar idi, Hunlar barbar idi, Qanibal barbar idi. Yəni hamısı barbar idi. Bir yana bunlar belə sivilizasiya. Bunlar da sivilizasiya kim idilər? Ata qızla yatırdı, ana oğulla yatırdı, qardaş bacı ilə yatırdı. Bu sivilizasiya idi. Epstein də eyni şey. Elə mən sizə deyim, elə bunun dəlili də var. Hər ortaya tam məsələlər çıxsa görəcəksiniz, bunlar ata oğulla qızla yatır, ana oğulla yatır, qardaş bacı ilə. Zaten artıq Avropada qardaş bacı ilə evlənmək. Sevgi ilə sevirlər, evlənsinlər. Müsəlman ölkələrində əmi qızı, əmi oğlunun evlənməyinə şey kimi baxırlar, amma özləri qardaş bacı ilə bir-birinə sevib evlənlər, nə olsun, sevgi də əsas sevgidir deyib bunun üstündən keçirlər. Yəni yenə də eyni məsələ. Bu Epstein romanın davamıdır. Bu gələr, bu indi də sekularizm, demokratiya, respublikaçılıq adına bu davamdır. Və orada olanlar kimlərdir? Müsəlman düşmanlarıdır. Müsəlmanları qırandır, müsəlman cəllatlarıdır. Bushlar, Clinton və yaxud digərləri hamısı Amerikanın müsəlman ölkələri bombalayan son 30 ildə liderləridir. Öldürən, qıran, uşaqlı, böyüklü liderləridir. Bütün bu Hollywooddur, kinoindustriyadır. Orada da müsəlmanları terrorçu kimi göstərən filmlər çəkiblər, təbliğat aparıblar, İslamı geridə qalmış, bütün bu gedonizmi inkişaf kimi göstərən Hollywood özündədir. Gedonizmi inkişaf kimi göstərən bir kinoindustriyadır. Bu və buna yeganə müqavimət göstərən İslamdır din olaraq. Yəni Allah öz müqəddəs kitabında deyib, İslam gələndən sonra digər bütün dinlər anulirutsa, yəni sıfırlaşır. Yeganə real din yer üzündə İslamdır. Və görürsünüzmü, digər dinlər də artıq tam xristianlıq da bayraq qaldırıb bunların qarşısında. Yahudilik də və digərləri ümumiyyətlə din deyil, digər yəni din adında olan cərəyanlar da. Bir dənə İslamdır bunlara müqavimət göstərən. Və ona görə İslamın üstünə gedirlər. 21-ci əsrdə növbəti savaş olacaq və mən burada Azərbaycanda o nənələri kasınka taxıb indi İslamı bəyənməyən gədə-güdələr var. İndi qaloşdan çıxıb asfalt görənlər, sonradan görənlər, şəhər görüb, yəni Avropaya, Amerikaya Allah gözü ilə, ilah gözü ilə baxanlar var. Mən onlara deyirəm, İslam belə İslamın üstünə gedirsiniz, aşağılayırsınız müsəlmanları. İslam son 200 ildə mövqelərini itirib. Son 200 ildə. Yəni tarix üçün 200 il heç nədir. Və bu 200 ildə artıq keçib və artıq yenidən müsəlmanların yüksəlmə dövrü başlayır. Allahın izni ilə. Hətta silahda yox, hərbidə yox, elmdə də, hər sahədə də. Necə ki, son 200-3 il bundan qabaq hər sahədə şəhər salma arxitekturasından tutmuş elmə qədər müsəlmanlar üstünlüyüdü. Silahda müsəlmanlar üstünlüyüdü. Ən güclü artilleriya müsəlmanlardaydı. Yenə də o dönəm qayıdacaq, qayıdır. Və qərbi inkişaf kimi baxırsınız. Bir tarixi oxuyun, görün o sizin o inkişaf baxdığınız qərb. İslam alimlərinin bəhrələnib yenidən ayağa qalxdılar. Amma müsəlmanlarsa nə elədi? Alimlərini atdılar qırağa. Qərbin də elmi ilə yox, bəhrələnməyə başlamadılar. Qərbin o gedonizmin arxasınca getdi. Ona görə müsəlman coğrafiyası. O qərbin gedonizmin arxasınca gedən müsəlman ölkələrin başına həmən o qərbin gedonizmin qulları gətirildi və bu saat 90-95% müsəlman ölkələrində həmən o qullardır. Amma o qulların da, müsəlman ölkələrində başda duran qulların da necə ki bu qərb gedonizmin axırına az qalıb, onların da sonuna az qalıb. Necə ki qərb növbəti Epstein dosyası ilə ifşa olundu və buradan da qərbin çöküşü başlayacaq. Və İslamın yüksəlişi başlayacaq. Və İslamın yüksəlişi başlayan kimi həmən o müsəlman ölkələr 95% o gedonizmi xidmət edən, qərb gedonizminə xidmət edən o marionetlər, oyuncaqlar hamısı kart evi kimi dağılacaqlar və müsəlman ölkələrin başına həqiqi müsəlman liderlər gələcək. Bugün, o gün çox da uzaqda deyil inşallah.